Bundan sonraki mərhələni buradakı həyatımız təyin eləyir. Bizim bu günümüz sabahımızı təyin eləyir. Dünya həyatında da bu cürdür də. Kullu nəfsin bima kəsəbət rəhinə. Hər bir nəfs, hər bir insan öz əməlinin girovundadır. Özümüz üçün nə hazırlayırıqsa, qiyamət günündə də biz həmin o əməllərlə qarşılaşacağıq. Ona görə də çox mühüm mərhələdir. Harda olduğumuzu bilməliyik, nə üçün olduğumuzu bilməliyik. İnsan dünyanın mahiyyətini tanısa, mahiyyətini başa düşsə və bilsə ki, mən burada müvəqqətiyəm. Bilsə ki, bu çətinliklər də əslində nə üçündür? Əslində elə mənim böyüməyim üçün, mənim inkişafım üçündür. Bunu başa düşəndən sonra insan elə bu problemlərlə daha həvəslə mübarizə aparır. Problemlərin özünü başlayır şirin şəkildə insan qəbul eləməyə və bilir ki, bunlar da elə Allaha yaxınlaşmaq üçün mənə fürsətlər yaradır. Bəzi fəlsəfi cəryanlar, məktəblər kimi Allah bizi aldatmır. Allah qabaqcadan bizə xəbər verir ki, biz insanı çətinlikdə yaratdıq. Ey insan, sən Rəbbinə doğru keçməkeşli bir yol getməkdəsən. Fəmulaqi, nəticə olaraq sən nəhayətdə onunla görüşəcəksən. Biz gəlmişik ki, bu dünya həyatına Allahla görüşə özümüzü hazırlayaq. Hazırlayaq, yəni böyüyək, kamil insan olaq. Kamil insan olandan da sonra insan bu yerdə ləyaqət tapar ki, Allahla görüşsün.